Hər kəsə yeni bir vlogdan salam qızlar. Necəsiz? Ümid edirəm ki, hər biriniz yaxşısınız. Kanalıma və yeni vloguma xoş gəlmisiniz. Bu günləri yeni ana gilə gedirəm. O da ki, qardaşım üçün tort bişirməyi. Əslində mən burada bişirəcəydim evdə. Sadəcə olaraq Xırdalandan bir kişi alınmalı idi tort üçün. Ona görə ana dedi ki, nə yaxşı sən gəl bizə burada bişir. Yəni daha rahat olar. İndi isə biz hazırlaşıb çıxırıq evdən və sizi göndərəm dünənki günə. Çünki dünəndən bir-iki kadr çəkmişəm. Onlara baxın, sonrası bir yerə gedək. Yoldaşım üçün o bişirdi, yumurtadan bişirdim. Xiyar, bir də ki, sok var idi, onu qoydum. Eşik görsən də mənə. Qızlar, bayaqdan bir dənə hava var idi ki, günəşli, isti. Düz indi də istidir, amma ki, qara bulud gəlib. O tərəfə baxın. O tərəf açıqdır, amma buralar belə buluddur. Qəribə görsənirik. Özüm də bir qəribə oldum. Qızlar, yağış yağır, yenə də qabımı qoyuram çölə. Ki, görək hələ bu günləri nə qədər yağış yığacaq. Maraqlıdır əslində yağış suyu yığmaq. Qoyaq bu dəfə bura. Bu arada düşdüm ki, güya qarğıdalı əkim. Bunu mama gel vermişdilər bizə. Yağış yağır indi. Biraz yağış dayansın. Sonra əkərəm bunları. Daha doğrusu bir yerdə əkərik. Qalımı götürdüm, düşdüm həyətə. İndi buradan lapatkanı götürək. Və bu qabada heç bir su yığılmayıb. Amma bilmirəm ki, hara əkim. İstəyirəm ki, o qıraqla belə əkim. Qıraqla yaşıllıq olsun. Dağlımda var ki, bu qıraqla belə əkim. Bura belə tunel kimi qalsın. Amma evin qabağını tutmasın. Elə ən yaxşısı burada qırağı əkmək. Buradan belə xəttlədim. Yəni yüngülvari kanalpasını açdım. İndi tumları düz Yusuf. Görək Yusuf, sən əkdiyin çıxacaq. Çox aralı düzmə. Biraz yaxın düz. Sağ ol. Şəni mən dişləyərəm, yərəm şəni, puta başım mənim, Oh şəni inət, keçi eşək, oh bunu döyüm mən, bunu yiyim mən, bunu halasından yiyim mən, bunu mən halasından yiyim, bunu mən mıncıqlayım, şunu puta bas, Allah. Uşaqları yadına düşür. Uşaqları yadına düşür. Bebeği yadına düşür. Bebeğin yadına düşür. Gidin işimiz gerek. İmkan verme bize burada. Qarğıdalığımızı əkək. Sıra sər. Yusuf bak gör hara sərpəsən. Bak sıra Yusuf. Sıra bak. Sıra düz. Ay sağ. Düz. Sıra düz. Sıra düz. Ay sağ. düz. Biraz gitti. Süste koyma. Süste tökme. Allah. Gidin. Ay sağ hadi. Ay bala çek bu tarafa bu işimizi görək sənə. Yeri get. Hə. Qızlar bunlar yetişsin saçı çıxaracağım. Bu illəri qarğıdalı biznesi ilə məşğul olmaq istəyirəm. Ona görə deyirəm birdən YouTube'dan bir şey çıxmaz. Ehtiyatda bu da əlimizdə olsun. Görək hələ necə olacaq. Həyitimizin ilk yaşıllığı deyim, təbii canlısı deyim, nə deyim. Biz uşaqlarında xırda işlərlə məşğul olanda tapqamız vardı bizim belə. Ondan belə tapqayla eləyirdik. İşlərin dibin altını falan belə götürürdük. Ya nəsə əkmək istəyəndə ondan eləyirdik. İndi ondan olmadığı üçün belə lapatkayla eləyirəm. O da biraz ağırdır. Qolumu ağrıdır indi. Burada belə tamam. İndi qaldı bunları sulamaq. O qıraqla da əkeyim. Baxın oralara. Və burada tamamlandı qızlar. İndisi gedirəm sulamağa.
Kərəm dolmasını isə indi hazırlayıram. Hansı ki dünən hazırlamalı olduğum. Amma indi isə bunu hazırlayım, bişirim. Qızlar, mən şok. Keçən səfər bunun içində nə qədər yağış suyu var idi. Bir damcı qalıb. Mən bunu necə edeyim, necə saxlayıb görəm. Buxarlanmasın. Görsəm onu soyuducuya qoymalıyam, yəni. Və qızlar, artıq dolmamız hazırdır, yəni bükdüm. İndi isə bunu qoyuram çöldə bişməyə. Hani stöksün üstüme? Deməmişdim, sən su gələcək. Sen öldün bana. Dur. Sen öldün. Dur. Sen öldün. 5'e kadar sayarım. Durdun. 1 2 3 4 Durmuşsan ki? 4 yarım. Kızlar, deməli qabiyanı qoşdum. Gəlin sizə bu niyə belə azalıb onu göstərməli. Bir bayaqçından biraz da azaldı. Deməli, mən bunu qoymuşam şkafa. Yoldaşım da bunu götürüb, elə belə bir adi sudur içib. Ona görə də belə az qalıb. Mən deyə bilirəm ki, buxarlanıb. Sən demə, buxarlanmamışmış. Qoydum soyuducuya. Amma elə bilirəm, biraz da azaldı, yoxsa necə? Görə yəni bu yağış məsələsinin axırı necə olacaq? İnşallah ki, tam yığıb axıra qədər başa çıxa bilərəm. Və qızlar, artıq biz geyindik, düşdük. Belə sadə geyindik. İncə taksi çağırmışam, gəlsin, gedək. Qızlar, taksini polis saxlayıb. İndi oturmuşuq maşında. Şoförü gözləyirik ki, gəlsin. Yəni bu günləri desən o qədər də şanslı günümüzdə deyilik. Bu kızlar burada özün günə verirdi, ta ki biz bunu narahat eləməyənə qədər. Mən belə maşını vardı, qızlar sonra satdıq amma. Hamı deyib ki, ananla video çək. Gözlerinde dediler, mehmire budur. Bu mehmire Aralar saxlayırsan. İş burası da görsen mi? Daha. Anlat işte. Böyle yersin işte. Buradan vurduğumuz yağlı çağıl. Yersin işte. Bunlar Mehmet'i məsrif diyorsun. Seviyor. Koptan salmamışam ya ama. Kopta isti dayanma, soyuqdu. Bu soğuktu. Saxlanma gibi.
gəlin dolması. Bunları mən düzmüşəm. Bunlar nə olsun? Bunlar da ay Allah, bəxtsiz yadımdaydı. Yox. Bu da profesional, nə bilim, tez 2 dəqiqənin tezə büç ataraq. Tez bazar. Gəlinimizin dolması. Götür. Gəlinimizin dolması aparatdan çıxıb elə bilir. Alırdım, bize alacak. Nasıllar alırsınız? Allah isterdiğiniz zapasını. Meet me in the afternoon, or meet me at twilight. Meet me at the same time the stars blink their eyes. Send me blank postcards from across the Qızlar bunu belə bəzədim. İndi ortasına ana şəkil çıxarıb yapışdıracaq. Ona görə belə. Qızlar, bu arada günləri bizim evimizin arxa tərəfində olan bir evdə. Baxın, o evdə qapısına belə tül bağlıqlar. İndi ağacdan o qədər görsənmir. Biraz yaxınlaşdıraq. Aha, həmin o evdə toy olacaq. İndi bilmirəm, onu çatdırıb çəkə bilərəm, yoxsa yox. Gərək saat kimi durum belə pəncərənin ağzında. Yəqin 5-6 arası çıxar da gəlin oradan. O uşaqlara bax, peşərən çıxıblar, onlar da baxmağa. Qapını kesiblər, bəyi qoymurlar, içəri pul alırlar. Siz yaxşı görənməsiniz, mən sizə deyirəm, baxın qızlar. Bizimkilər gəlin bəyin qabağını kəsirlər pul almaq üçün. Nə qədər yığdınız? Bunları bir daha verirsə. Nə qədər yığdınız? 3 var. 3 manat. Uşaqlar getdilər, bunlara da nə saldılar, gətirdilər. Və qızlar, videonu editlədim, bitirdim. Baxdım ki, sağollaşmanı etməmişəm. Ona görə sağollaşmanı növbəti gündən edirəm. Gələn vlog isə təmizlik vlog olacaq. Çünki neçə vaxtda deyim, belə tənbəlləşmişəm. Evdə o qədər də belə iş görmək həvəsim yoxdur. Ona görə dedim ki, gələn vlogda sırf təmizlik vlog olsun. Kanala abunə olmağı, videonu bəyənməyi və yorumlarda fikirlərinizi yazmağı unutmayın qızlar. Özünüzə yaxşı baxın. Hələlik.